Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adaihim ecmaîn. Deməzlər, biz tavhid bəhsimizin davamı olaraq rububiyyətdə tavhid mövzusunu danışırdıq. Yəni rububiyyətdə tavhid budur ki, yaradılışda idarəçi, işlərin tədbirini görən, onu tərbiyə edən tək olan Allahdır. Yəni o mütləq şəriksizdir, heç bir işdə xətaya yol verməyəndir. Heç kəs mütləq şəkildə işlərin idarəsində ona şərik deyil. Mələklərin müəyyən işləri idarə etmələri yaxud digər varlıqların hər hansı bir işə etdikləri vasitəçilik yalnız Allah Taala'nın əmri iləndir. Yəni müşriklərdən bəziləri bu inancın xilafına əqidə bəsləyir. Təbii ki, o şərik qoşanlar və Allahdan digər varlıqların, Allahdan qeyri varlıqların müəyyən işlərin idarəsində müstəqil olmaqlarına inanıblar. Ona görə müşrik olublar da. Yəni onlar belə hesab eləyiblər ki, zənn eləyiblər ki, Allah'a yalnız yaratmaq, nəyisə xəlq etmək, ortaya çıxartmaq, başlanğıc vermək məxsusdur. Yaradandan sonra da yerlərin, göylərin idarəsini digər varlıqların öhdəsinə buraxıbdır. Yəni Allah'ın hər bir şey yaratmağına baxmayaraq onların idarəsi ilə heç bir rabitəsi, əlaqəsi yoxdur. Amma Quran açıq-aşkar deyir ki, idarə edən yalnız Allahdır və o təkdir bu işdə. Sadəcə o vasitələr qərar veribdir ki, zahirdə müəyyən o işləri görürlər. O demək deyildir ki, Allah Təbarək və Teala'nın şərikidirlər. Ki, onlar heç biri müstəqil deyirlər. Ondan başqa bir iş görən varsa, ancaq onun icazəsi və şərti ilə görür. Mesela Allah Kur'an-ı Kerim'de Yunus suresi 3. ayda bu ki Bismillah inna rabbakumullahu allazi halaqas semavati vel ard fi sittati ayyamin thumma istava ala'l arş yudabbirul emr ma min şefi' illa min ba'di izni zalikumullah rabbukum fa'buduhu ki efela tezekkerun. Deyir, Rəbbiniz göyləri və yeri 6 gündə xəlq edən, sonra ərşi yaradıb ona istiva edən, hökmü altına alan, istila mənasındadır. Ki, onu hökmü altına alan, hər işi yerinə qoyan Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz. Bu Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Nə üçün siz nəsihət qəbul etmirsiniz? Ki, yaxud da məsələn, başqa bir ayət surəsi 2. ayədə Allahullezə rafa'as semavati bi qeyri əmədin tervahnaha thumma istava ala'l arş ve sakhkhara ash-shams wal qamara kullun yajri ajli musamma yudabbirul emra yufassilul ayati la'allakum bi liqa'i rabbikum tuqinun. Ki, gördüyünüz göyləri dirəyi olmadan yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən bir vaxta qədər hərəkət edən günəşi, ayı tabi edən, öz əmrinə tabi edən Allahdır. O işləri yoluna qoyur, ayələrini izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağımıza yəqinimiz olsun. Yəni Allahın görüş günü var da, haqq hesab günü var yəni. Yəni əgər aləmin idarə edəni təkdirsə, deməli Allah Taala'nın zikr olunan ayələrdə də çatdırmaq istədiyi məna budur. Ki, fəl-mudabbiratul əmran, and olsun əmrləri yerinə yetirənlərə. Ki, Naziyyət surəsində Allah buyurur 5-ci ayədə, yaxud da və huvel qahirul fawqa ibadih və yursilu aleykum hafzatan. Ki, öz məndələr üzərində hakimdir, yəni mütləq hakim odur. O sizə nəzarət edən mələklər göndərir. Və digər varlıqların aləmin müəyyən işlərini icra etmələri, Allah Taala'nın bu işdə tək və müstəqil olması ilə də heç bir ziddiyyəti yoxdur. Quran-ı Kərim ilə az bir münasibəti olan, mərifəti olan hər kəs bilir ki, Allah bir çox yerdə işləri, onların idarəsini mütləq şəkildə özünə nisbət verməklə yanaşı, yaratdıqlarına da nisbət verir. İzni çərçivəsində də təbii ki bu. Yəni o yaradılanlar ki, müəyyən işlərin görülməsi ilə vəzifələnirlər və Allahın istək və izni ilə onları həyata keçirirlər. Deməli, bu ayələr arasında heç bir ziddiyyət yoxdur. Çünki hər iki halda bu idarəçilik Allahın istəyinə və izninə qayıdır, onun iradəsinə tabi olur. Bu ayələrin hər biri müəyyən bir hökmdən, əmrdən, belə deyək də, xəbər verir ki, işlərin idarəsi ilə bağlı. Hətta Quran-ı Kərimin bəzi ayələri bizə bunu bəyan edir. Məsələn, Allah Teala
insana ölüm yetişən çatan zaman onun ruhunu qəbz etməyə özünə nisbət verir. Məsələn, Zümər 42-də Allah buyurur ki, Allahu yetavaffəl enfusə hinə mavtihə. Allah ölənlərin canını ölüm çatanda alır. Ki, yaxud məsələn, Ənam 61-də var. Hətta izə cəə əhədəkumul mavtu təvaffəthu rusuluna. Ki, sizlərdən birinə ölüm çatan zaman elçilərimiz, yəni mələklər onun canını alır. İndi burada məsələ oldu ki, deməli nədir? Allah deyir ki, mütləq şəkildə mənə aiddir can almaq. Amma mənim xəlq etdiklərimdən vasitə qoyuram, iznimlə o işi görürlər. Yaxud başqa yerdə, götür Quran-ı Kərimdə şəfaəti Allah bir ayədə deyir ki, mütləq mənə məxsusdur, sonra istisnasını qoyur ki, başqası da mənim iznimlə eləyə bilər. Məsələn, baxırıq ki, Zümər surəsi 44-də Allah deyir ki, Qulillahi şəfaətu cəmiən. Bütün şəfaət denən ey Peyğəmbər Allaha məxsusdur. Amma gəlir ki, biz Yunus surəsi məsəl üçün 3-cü ayədə Allah deyir ki, Mə min şəfi'in illə mən bə'di izni. Deyir ki, onun izni olmadan, Allahın izni olmadan heç bir şəfaətçi yoxdur. Baxırıq ki, deməli, burada məsələ nədir? Mütləq olan Allahdır, nisbi olaraq isə insanlara ixtiyar, yaxud da hansısa bir canlıya, hansısa bir varlığa, bir işdə ixtiyar verən Allahdır ki, o izni verib, ixtiyarı, qüdrəti verib, amma ondan asılıdır yenə də. Ki, hətta, məsələn, Səba surəsində var ki, وَلَا تَنْفَعُ الشَّفَاعَةُ إِنْدَهُ إِلَّا لِمَنْ əzn ələhu. Onun qarşısında Allah yanında izin verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməyəcək. Sonra məsələn bir ayələr var ki, hər şeyi yaradan kimin olduğunu, Allahın mütləq olduğunu deyir. Məsəl üçün baxırıq Rəd surəsi 16-da Allah deyir ki, Qulillahul xaliqu kulli şeyin və huvəl vahidul qahhar. Deyir, hər şeyi xəlq edən Allahdır, o təkdir və qalib gələndir. Yaxud da Allahu xaliqu kulli şeyin, hər bir şey yaradan, hər bir şeyin xaliqi Allahdır. Zümər surəsi 60-da Allah deyir. Amma baxırıq ki, başqa ayətlərdə burada fərqli bir misallar var. Məsəl üçün, Maidə surəsi 110-da İsa aleyhissalam deyir ki, məsələn, وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَحَيْنَةٍ الطَّيْرِ بِإِذْنِ وَتَنْفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِ. Deyir, İsa aleyhissalam deyir ki, sən mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib, onu üfürürdün, o da mənim iznimlə quş olurdu. Yəni Allah İsa aleyhissalamı vəsf eləyir. Yaxud da deyir ki, İsa aleyhissalam özü deyir ki, inni əxluqu ləkum minət-tini kəhəyətin tayri fənfuxu fihi fəyəkunu tayran və iznillah. Deyir, mən də sizin üçün palçıqdan bir dənə quş düzəldirəm, quş bənzər bir şey xəlq edirəm, ona üfürürəm, o da Allahın izindən quş olur. Deməli, burada nədir? Allah Teala göstərir ki, mütləq xəlq edən odur, amma xəlq etmək qüdrətini kiməsə verə bilər. Amma o deməkdir ki, o müstəqildir. Allah'a şərik qoşasan. Və həmçinin qeyb elmi məsələsində də Allah Quran-ı Kərimdə qeyb elmini özünə məxsus eləyir bəzi ayələrdə. Məsəl üçün, Qul la ya'lamu mən fis-səmavati vəl-ardı əl-qeybə illallah. Allahdan başqa göylərdə, səmalarda və yerdə olanların heç biri qeybi bilə bilməz. Ancaq Allah bilə bilər. Amma görür ki, başqa ayədə, məsələn, Ali İmran 179-da Allah deyir ki, وَمَا كَانَ اللّٰهِ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَ اللّٰهَ يَتْتَبِي مِنْ رُسُولِهِ مَنْ يَشَاءُ. Allah sizə qeybi də bildirən deyil, amma Allah öz elçilərindən istədiyi şəxsi seçər. Yəni ona qeybi bildirər. Ki, mahiyyət olaraq. Yaxud da İsa Aleyhisselamın sözü ki, mübarək alim Rasul 149-da deyir ki, mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdə sizə xəbər verərəm. Məsələn, sonra ruzu məsələsində Allah deyir ki, nəhnu nazuqukum və iyyahum. Sizin də, onların da, yəni övladlarınızın da ruzusunu biz veririk, Allah deyir. Görürsən ki, baxırsan, ayə deyir ki, mütləq ruzu verən odur. Amma başqa yerdə Allah Teala yetim və səfehlərin, vəlilərinin onlara ruzu verməklə bağlı əmr verir. Çünki görürsən ki, Nisa surəsi 5-də Allah deyir ki, وَرْزُقُوهُمْ فِيهَا وَقْسُوهُمْ فَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا.
ki, onlara həmin malın gəlirindən, qazancından ruzi verin, onları geyindirin və onlara gözəl bir formada davranın, danışın. Onlara qəşəng ki, bəyənilən tərzdə danışın. Görürsən ki, yəni bu cür məsələ budur. Məsələn, şəfaət məsələsinin özündə. Allah bir ayda deyir ki, müəyyən ayələrdəki şəfaəti özünə nisbət verir. Və izə mərattu fəhva yeşfid. Xəstələndiyim zaman mənə şəfaət verən İbrahim əleyhissalam deyir. Odur, Allahdır mənə şəfaət verən. Yəni, şəfaətçi Allahdır. Misal. Amma görürük ki, insanın da, məsəl üçün, hətta nəinki insan, arı, balı, insanlar üçün şəfaətçi qərar verilir. Yəni, balın özü, arının balı şəfaətçi rol oynayır. Ki, məsələn, Allah Nəhl surəsi 69-da yaxrucu min butunihə şərabun muxtəlifun əlvanuhu fihi şifəun linnəs. Deyir, arıların, yəni qarınlarından, bətinlərindən tərkibində insanlar üçün şəfa olan müxtəlif rənglərdə bal çıxır, bal xarici olur. İnsanlar üçün şəfadır. Deməli, şəfanın da bal verir. Təbii ki, o vasitədir, vəsilədir. Yaxud başqa ayətlərdə var. Məsələn, İsa əleyhissalam deyir ki, mən Allahın izni ilə anadan gəlmə körləri ubri'ul ki, əkməhə vəl-əbrasa və əhyi əl-muvtə bi-iznillah. Ki, Allahın izni ilə anadan gəlmə kör cüzəm xəstəliyini sağaldıram, ölüləri dirildirəm. Mahiyyət budur, da Allahın izni. Və bunun kimi də digərləri. Hökm məsələsi. Hökm məsələsi Allaha məxsusdur ki, innəl hukmu illə lillah. Ki, hökm yalnız Allaha məxsusdur. Amma görürsən, başqa yerdə Davud əleyhissalama Allah deyir ki, hökm ver. Ki, insanların arasında, yəni ədalətdən hökm ver. Ki, fəhkum beynən nas bil haqqi. Haqla insanlar arasında hökm ver. Deməli, burada da mahiyyət olaraq biz görürük ki, vəsilə, vasitə olmaq heç də müstəqil işlərə müdaxilə etmək deyil və bunu insan iqrar etsə, etiqad eləsə, nəticədə nə olar? Şirkə düşmüş olar ki, bu da çox təhlükəli bir etiqad olar. Və digər tövhidin növü əmr və nəhiylərdə tövhiddir. Yəni, əmrlərdə, qadağalarda, yəni halal və haramlarda, bəyənilən, bəyənilmə işlərdə insanın necə yaşamalı olduğunu təyin edən və onun üçün müəyyən bir qanunlar tərtib edən yalnız Allah Taala'dır ki, mütləq şəkildə itaat olunmalıdır, odur. Necə Quran deyir ki, əla ləhul xalqu vəl əmru. Ya xalq etməkdə, əmr etməkdə Allaha məxsusdur. Ki, əla lillahi dinil xalis. Ki, xalis din ancaq bil ki, Allaha məxsusdur. Ki, məsələn, inəl hükmü illə lillah. Ki, hökm vermək ancaq Allaha məxsusdur. Deməli, Allahın yəni bəyənib seçdiyi, bəşərə rəhbər olaraq təyin etdiyi höccətlərdə itaət elə tövhidin əslidir və əgər kimsə ilahi höccətin əmrlərinə tabi olsa, onun qadağan etdiyi işlərdən çəkindirsə, ona hər məsələdə itaət eləsə, Allahın özünü itaət eləmiş kimidir ki, Quran-ı Kərimdə Allah özü də bunu deyir. Nisa 64-də deyir ki, وَمَا أَرْسَلْنَا مِنْ رُسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ. Biz hər bir rəsulu, elçini, peyğəmbəri ona Allahın izni ilə itaət olunsun deyə göndərdik. Və yaxud da وَمَا أَتَاكُمُ الرَّسُولُ فَأْخُذُوهُ وَمَا نَحَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللّٰهِ. Ki, Peyğəmbər sizə nə verirsə onu götürün, nədən qadağan edirsə ondan çəkinin, Allahdan qorxun, təqvalı olun. Və yaxud da mən yuti'ur rasulə fəqad əta'əllah. Ki, Allah Quran-ı Kərimdə deyir ki, Nisa surəsi 80-da ki, Peyğəmbərə itaət edən hər kim həqiqətdə Allaha itaət etmiş olur. Və yaxud da Nisa 59-da Ya eyyuhəl-ləzinə əmənə əti'ullah və əti'ur rəsul və ulul əmri minkum. İman gətirin, itaət edin Allaha və itaət edin rəsula və özünüzdə olan əmr sahibinə. Lakin bəzi firqə və məzhəblər bu qaydanın xilafına gedib özlərinə Allahın təyin etmədiyi şəxslər rəhbər seçirlər, onlara itaət ediblər və öz aralarında da seçdikləri şəxsləri ilahi höccət biliblər, Allahın xəlifəsi deyiblər. Allahın rəhbər o təyin etdiyi şəxsləri isə arxa çeviriblər. Yəni, rəhbər olaraq öz aralarında seçilən həmin şəxslər isə ilahi hökmlərdə çoxlu xətalar eləyib və Allahın dininin təhrif olunmasında vəsilə olublar. Və həm özləri, həm də onlara tabi olanlar da uzaqlaşırlar həqiqi dindən.
və açıq-aşkar Allah Rəsulü belə deyirdi, amma mənim nəzərimə görə belədir, yaxud Əli belə deyir, mən belə deyirəm, deyirdilər. Ki, məsələn, İmam Kazım əleyhissalam deyir ki, Allah lənət eləsin Əbu Hənifəyə, ki, o deyərdi ki, Əli belə deyir, mən də belə deyirəm. Yəni, belə şəxslər haqqında Quran-ı Kərim açıq-aşkar bəyan edir. Məsələn, Tövbə surəsi 31-də Allah təala deyir: "Vəttəxəzu əhbaruhum və ruhbanuhum ərbaban min dunillah vəl-Məsih ibn Məryəmə və mə umiru illə liya'budu ilahan vahidən la ilahe illa huve subhanahu amma yüşrikun." Deyir, onlar Allahı qoyub keşişləri, kahinləri, rahibləri, bir də Məryəm oğlu İsanı Tanrı qəbul elədilər. Halbuki onlar ancaq tək olan Allah'a ibadət etməyə əmr olunmuşdu. Yəni onlara deyilmişdi ki, tək olan, şərik olmayan Allah'a ibadət edin. Ondan başqa ilah yoxdur. O, bunların şərik qoşduqları şeydən, insanların şərik qoşduqları şeylərdən qat-qat uzaq və ucadır. Yəni Allah Teala bu ayədə təvhidin hər iki qismini işarə edir. Ki, ibadətdə təvhidə, çünki xristiyanlardan bəzi Həzrəti İsa Allahın oğlu bilib onu ibadət edirdi. Ki, Quranda deyirdi ki, və qalətin nəsarə əl-Məsih ibn Allah. Ki, xristiyanlar, xaçpərəstlər, nəsranilər deyirdilər ki, Məsih Allahın oğludur. Quran deyir açıq-aşkar Tövbə surəsində. Ki, Allah da onlara deyəcək: "Və iz qalallah ya İsa ibn Məryəmə, əntə qultə lin-nasi ettəğzuni və ummiyəl ilahayni min dunillah." Qalə subhanəkə. Ki, deyir, Allah da onda deyəcək ki, ey Məryəm oğlu İsa, sən insanlara dedin ki, Allahı buraxıb məni və anamı iki tanrı qəbul edin. İsa əleyhissalam dedi ki, sən sübhansan, paksan, müqəddəssən. Və Allah Taala'nın zikr olunan ayədə işarət etdiyi təvhidin ikinci mənası əmr və nəhiylərdə itaətdir. Yəni tarixin inkar olunmaz həqiqətidir ki, xaçpərəstlər heç vaxt öz rahib keşişlərdə ibadət etməyiblər. Onlar sadəcə öz alimlərini dəlil sübut olmadan ki, rəhbər biliblər, onlara itaət ediblər. Həmin rəhbərlər isə o rahiblərlə, yəni keşişləri, yaxud yahudilərin xaxam alimləri Allahın halal buyurduğu şeyləri haram ediblər, haramları da halal ediblər. İmam Sadiq əleyhissalam da bu ayənin təfsiri ilə bağlı qeyd edir ki, Kafidə birinci cilddə gəlir ki, imam orada ayənin haqqında təfsir edir ki, "Əmmə vallahu mə da'vahum ilə ibadəti ənfusihim və ləv da'avahum mə əcəbuhum və ləkin əhəllu ləhum hərəmən və hərramu aleyhim hələlan fə'buduhum min heysu lə yeşurun." Deyir, and olsun Allaha, rahiblər və keşişlər xristiyanları özlərini ibadət etməyə çağırmayıblar. Əgər özlərini ibadətə çağırsaydılar, xristiyanlar onu qəbul etməzdir. Amma deyir, həmin rahiblər neynədir? Onlar üçün halalları haram elədi, haramları da halal edilər. Həmin bu cəmaət üçün. Nəticədə xaçpərəstlər də özləri bilmədən, elmləri olmadan, şuurları çatmadan ki, onları ibadət etmiş oldular. Və hətta başqa yerdə imam deyir ki, Şeyx Bərqin məhasında gələn hədisdə "Vallahu ma samu ləhum və la sallav ləhum." Ki, deyir, and olsun Allaha, xaçpərəstlər öz keşişlərinə nə namaz qılırdı, nə oruç tutmurdular. Allah üçün etdikləri ki, amma həmin rahiblər onlar üçün halalları haram eləmişdi, haramları da halal eləmişdilər. Xaçpərəstlər də onlara bu məsələdə tabi olurdular, itaət edirdilər. Deməli, Allahın təyin etdiyi əmr sahiblərini itaət etmək əsl təvhiddən höccət olaraq təyin etmədiyi şəxsləri itaət etmək isə küfür və şirkin eynisi olacaq. Ki, kim ki həqiqi höccətə tabi oldu, itaət elədi, elə təvhiddir. Kim ki qeyrisini rəhbər götürdü, itaət elədi, küfür və şirkdən olacaq. Çünki Allahın hökmü ilə hökm etməyən, nazil olan vəhyi təhrif edən, ilahi höccətlərin haqqını qəsb edən, onların qanını tökən şəxsə tabi olmaq, onun ardıca getmək, onunla o işdə şərik olmaq hökmündədir. Bu əməl isə itaətdə təvhidlə müxalifətçilikdir, şirkdir. Allah Teala Quran-ı Kərimdə də ilahi hökmlərin təhrif haqqında neçə dənə ayətlərdə bizə bəyan edir. "Və mən ləm yəhkum bimə ənzəlallah həuləəkə humul kafirun." Allahın nazil etdiyi ilə hökm etməyənlər kafirdirlər. Ki, həuləəkə humul zalimun, humul zalimun, onlar zalimdirlər. Həuləəkə humul fasiqun, onlar fasiqdirlər. Kim ki Allahın hökmünü hökm eləmir, Allah Maidə surəsi 44, 45, 47-də bunları bəyan edir. Ki, açıq-aşkar bildirir. Sonra təvhidin digər dərəcəsi mənfəətdə və xeyirdə, yəni
mənfəət insanın əldə etdiyi xeyirdə, faydada, bir də zərərdə, ziyanda tavhiddir. Yəni Allah Taala'nın izni və qüvvəsi olmadan heç kəs fayda və yaxud zərər verə bilməz. Gərək ki, insan mütləq şəkildə xeyir bərəkətin Allahın əlində olmağını və onun izni olmadan heç kəsin ona zərər verə bilməyəcəyinə etiqad eləsin. Yəni kamilliyə çatan bəndə üçün Allahdan başqa heç kəsdən qorxmaq layiqli bir iş deyil. Allah Taala da özü deyir ki: "Fələ təxafuhum və xafuni in kuntum mu'minin." Əgər möminsinizsə onlardan qorxmayın, məndən qorxun. Yəni Allahdan qorxun. "Və la təxşavun nas və axşavna." İnsanlardan qorxmayın, məndən qorxun. Yaxud başqa bir ayədə Allah Taala Ənam 17-də deyir ki, əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını ondan başqa heç kim ola bilməz. Əgər sənə bir xeyr yetirmək istəsə, yenə də heç kim ona mane ola bilməz. Çünki niyə? Və huvə alə kulli şeyin qadir. O hər şeyə qadirdir. Yaxud da məsələn, mən Həzrətin sözüdə Əraf 188-də keçir ki, "Qul la əmliku li nəfsi nəf'an və la darran illə mə şa'allah." Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Yəni, burada da bir məsələ var ki, onun izni olmadan heç kəs zərər verə bilməz sözünü bəziləri səhv başa düşürlər. İrad edirlər ki, Allahın ədalət sifətinə uyğun deyil. Çünki kiməsə zərər vurmaq həmin şəxsiyyədən zülmdür. Allah da zülm eləməz ki. Onda zülm eləyirsə bu ziddiyyətdir. Biz də deyirik ki, əvvəl Allah Taala hər şeyə qadirdir və zülmün qarşısını almaqda da heç zaman aciz deyil. Allahın izni və icazəsi başqa şeydir, onun razılığı tamam başqa şeydir. Bəzən Allah bir işə icazə verər, lakin o razı olmaz. Çünki o bəndələrə öz seçimlərində müəyyən bir vaxt çərçivəsində ixtiyar verib, azadlıq verib. Ki, Allah Adəm əleyhissalamın qadağan olunmuş ağacdan yeməyini icazə verdi, amma o bir şeyə razı deyildi. Ki, yəni onun izni olmadan heç kəs zərər verə bilməzində mənası budur ki, Allah Taala aciz deyil. Əgər o bir şəxsin zülm etməyinə izin verirsə, mənası budur ki, Allah bəndəni öz seçiminə məcbur etmibdir. Ona bu iş üçün ixtiyar veribdir. Adəm əleyhissalam öz ixtiyarından istifadə edir, həmin ağacdan yedi. Oysa Allahın ədalət sifətinə heç bir ziddiyyət daşımır. Yəni bugünkü hadisələrdə də suallar eynidir. Çünki bütün bu işlər bəndələrin öz ixtiyar seçiminə qayıdır. Nəticədə həmin işlər Allahın yox, onların öz feilləri olur. Necə ki, hədislərdə də var ki, məsələn bir hədisdə var, İmam Rıza əleyhissalama bir hədis nədir ki, deyir, "Yəqulul ə'mal əla səlasətin əhval, fəraidu və fədaidu vəl məasiyə." Deyir, əməllər üstüdür, vaciblər, müstəhəblər və günahlar. Deyir, vaciblərə çatdıqda ki, Həzrət bu izah edir onu ki, fəəmməl fəraidu, vaciblər bunlardır ki, Allahın belə deyək, əmri, razılığı, qəzası, yəni hökmü, təqdiri, istəyi, yəni onun məşiyyəti və elmi iləndir. Müstəhəblərə, fəzilətlərə gəlincə, bunlar Allahın əmri ilə yox, Allahın razılığı, qəzası, qədəri, istəyi və elmi iləndir. Amma günahlar isə Allahın əmri və razılığı ilə yox, sadəcə Allahın qəzası, qədəri, məşiyyəti və elmi iləndir. Sonra isə Allah bu günahlara görə əzab verir. Ki, Şeyx Sadıq rəhmətullahi aleyh Tövhid kitabında bunun izahını qeyd edir ki, Allahın günahlardan olan qəzası onlar barədə hökm eləməyidir. İstəyi onları qadağan etməsidir, qədəri isə onların ölçü və miqdarını bilməyidir. Bu da məsələ tamamilə biz üçün aydın eləmiş olur məsumun kəlamını. Və digər məsələ təvəkküldə tövhiddir. İnsanın təvəkkül etməsində tövhiddir ki, yəni insan gərək hər bir işini Allah Taala'nın öhdəsinə buraxsın. Yəni onu vəkil eləsin, ondan qeyrisinə etimad eləməsin və onu özünə himayədar qərar versin. Çətinliklərin həllində, istəklərin həyata keçməyində, öz hədəfinə çatmağında ancaq Allaha təvəkkül eləsin. Fə'buduhu və təvəkkəl aleyhi. Onu ibadət elə və onu təvəkkül elə. Quran buyurur. Hud surəsi 123-də, yaxud Ali İmran 122-də var. Və aləllahi və liyətəvəkkəli müminin. Ki, möminlər gərək yalnız Allaha təvəkkül etsinlər. Və yaxud da məsələn Tağabun surəsi 13-cü ayədə var. Allahu la ilahe illa huve və aləllahi fəliyətəvəkkəli müminun. Ki, Allah ondan başqa ki, heç bir ilah yoxdur. Müminlər də ancaq Allaha təvəkkül etsinlər.
Bu da təvəkküldə təvhiddir və digəri məvəddətdə, sevgidə təvhiddir. Yəni qəlbdə Allahdan başqasının məhəbbətini yaşatmamaq. Müstəqil sevgi, məhəbbətə ancaq layiq odur. Əbədi və sarsılmaz olan sevgi onun üçündür. Və minən nasi mən yəttəğizu min dunillah əndədən yuhibbunəhum kəhubbillah vəllezine əmənu əşəddu hubben lillah. Allah buyurur Quran-ı Kərim Bəqərə surəsində ki, insanlardan elələr var ki, Allahdan qeyrilərini ona tay tutur. Onları da Allahı sevdikləri kimi sevir. İman gətirənlər isə Allah olan sevgisi daha üstündür, daha güclüdür. Deməli, bu sevgi də olmalıdır, iman gətirəndə ən üstün daim olmalıdır. Nöqsansız olmalıdır. Daha sonra tövhidin sonuncu dərəcəsini toxunsaq, əməllərdə tövhiddir. Yəni, salih işlər və xeyir əməllər gördükdə Allah Taala'dan qeyrisi niyyət etməkdən çəkinmək lazım. Çünki bu iş riya olacaq. Riya da gizli şirk sayılır ki, şirkin elə bir növüdür ki, gecənin zülmətində qara daşın üzərində olan qarışqanın ayaq izindən də gizli sayılır. Hədislərdə gəlir, ona görə də gərək hər bir salih əməl yalnız Allah üçün edilsin. Ki, həqiqətən də əməl məqamında Allahdan başqası niyyət olunsa, həmin iş ondan qəbul olunmaz, əvəzində bəndə günah da yazılır. Hətta, məsələn, Bəqərə surəsinin 264-cü ayətində keçir ki, ya eyyuhəllezine əmanu la tubtilu sadaqatikum bil mənni vəl əza kəllezi yunfiqu maləhu ria'ən nas və la yu'minu billahi vəl yevmil axir. Deyir, iman gətirinə sədəqələrimizi özünüzü cəmaata göstərmək məqsədi ilə xərcləyən, yəni riyakarlıqla xərcləyən, Allaha və axirət günə inanmayan şəxs kimi minnət qoymaqla, əziyyət verməklə hədər eləməyin, batıl eləməyin. Bunun dil məsələsi nədir? Bunun məsələsi üzərində torpaq olan hamar qayanın məsələsinə bənzəyir ki, şiddətli yağış yağıb, onu çılpaq hala salıbdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allahu la yahdiyal qavməl kafirin. Ki, Allah da kafir qövmü, tayfanı doğru yola hidayət eləməz, yönətməz. Bu da əməldə olan təvhid idi ki, biz bu növləri də bilməyimiz yaxşıdır dəlillərlə ki, mərifətimiz və məlumatımız olsun. Velhamdülillah Rabbil aləmin.